Tövbə nəyə eləyib tövbə? Onu başa düşmürəm. Allah onlara niyə deyir ki, tövbə eləyin? Yoxsa sizi boşayar? Tövbə eləyin deyir, etdiyiniz əmələ görə də, yəni ha, Əməl nə idi? xəbəri yaymaq. Ha, xəbər yaymaq xüsusiyyəti nədir? Faş etmək, düzdür? Ha. Əhsən. Allah səndən razı olsun. Quran-Kərimdə Hucurat surəsinin 2-ci, 3-cü ayəsində buyurur, peyğəmbərdən qabağa keçməyin, yoxsa əməlləriniz hədər olar. Onlar peyğəmbərdən qabağa keçdilər. Ha, keçiblər ki, ayə gəlib də. Keçiblər də. Və Allah deyir ki, əməlləriniz hədər olar. İndi onların əməlləri hədər oldu. Yox, olmadı. Niyə? Əksin gətir. Ya əksi ayəni deyirsən də özün, ayə gəlib ki, eləməyin. Məsəl üçün səsinizi qaldırmayın, ucaldmayın. Kim hadisə olurdu ayənin hadisi. Əməlləriniz hədər olar. Fakt, səsdə qalxdı, sir də yayıldı, peyğəmbərdən qabağa da keçildi. Allah demişdi, eləməyin, yoxsa əməlləriniz hədər olar. Xəbərdarlıq ayəsi. Xəbərdarlıq nə oldu? Cinayət olmasa hökm oxunmaz. Cinayət də olundu. Oyda hara getdin Naysa bu? Yaxşısa bu. Mən əslində Rozaya görə qalxdım, gəldim haralara çıxdıq abi. Öpürəm sənin gözlərindən. Oldu qardaş. Oldu.